Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Esselatu vesselamu ala Resulillahil amin. Seyyidina ve Mevlana ve tabibi kulubina ve şefi'i zunubina Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem ve ala alihil masuminel mukarramin la siyyumel hücceti ruhi ve ervahil alemin li turabi maqdamihil fidah amma ba'd qalallahu hakim fi kitabihil kerim a'udhu billahi mineşşeytanirracim ya eyyühellezine amenüttequllaha ve kunu ma'as sadiqin sadaqallahul aliyyul azim. Usikum ve nefsi bi təqvallah, ya ibadallah. Özümü və sizi ilahi təqvaya riayət etməyə dəvət edirəm. Allah müteal bizləri gizlin və aşkar Allahdan qorxub təqvalı olan kəslərdən qərar versin inşallah. Allah müteal bu cümə günün tamam möminlərə, müsəlmanlara, xüsusən siz əzizlərə mübarəklər qərar versin. Allah hacəti, istəci olan bütün müsəlmanların, xüsusən bu cəmin istək və hacətlərin rəva eləsin inşallah. Əzizlərin də bildiyi kimi Şaban ayının son günlərin yaşayırıq. Bu son cüməsidir Şaban ayının. Hər nə qədər istifadə eləyə bildik, Allah bərəkətli eləsin. Allah sonuncu Şaban ayı, sonuncu mənəviyyat ayı qərar verməsin. Allah ömür versin. Gələcək illərdə də inşallah bu ayın rəhmətindən, məğfirətindən binəsib qalmayaq. Amma hər bir nemət zamanlıdır, müddətlidir. O müddət başa çatır və o nemət əldən çıxır. İnsan nə qədər də çalışsa, nə qədər də səfərbər olsa, bu təbiətin qanunudur. Hər bir şeyin vaxtı var və vaxt tamamlandıqda artıq o bitir. İşimiz nədir, vəzifəmiz nədir? Onun özünü səmərəli istifadə eləmək. Hər bir şeyi vaxtında qədrin bilmək, vaxtında dəyərin bilmək. Vaxtında dəyərin biləndə, ondan lazımı qədər istifadə eləyəndə insan şad olur, xoş olur və onun bitməsi bir o qədər də onda məyusluq, kədər yaratmır. Xüsusilə Şaban ayının son cüməsi üçün çox sözlər deyiblər, çox gözəl tövsiyələr eləyiblər. Şaban ayı sanki son dayanacaqdır. Düzdür, bizim səfər, mənəviyyat səfəri Rəcəbdən başlayıb. Rəcəbdən bildirilir insanlara ki, Allah ziyafətinə gedirsiniz. Allah qonaq olacaqsınız. Bir mənəvi ab-hava başlayır Rəcəb ayından. Yavaş-yavaş insanlar o aylarda özlərini mənəvi ruzularla zənginləşdirirlər. Yavaş-yavaş o aylar, saatlar, o günlər getdikcə insanı o ziyafətə yaxınlaşdırır. Bir yandan sevinç var, bir yandan da tənbəl, hazırlaşmayan insanlarda kədər var, narahatçılıq var ki, niyə belə oldu, niyə çatdırmadım, niyə diqqət eləmədim. Ona görə ariflər, arif insanlar bu son günü, bu Şaban ayının son cüməsin miqat adlandırır. Miqat, hacıların Allah evini ziyarətə gedəndə dayanıb ehram bağladığı yerdir. Yəni orada dayanır, da ondan o tərəfə keçə bilməz. Son mərhələ oradadır ki, sən həccə daxil olursan, özünü yığasan, toparlayasan, hazırlıqlı şəkildə Allah evinin ziyarətinə gedəsən. Şaban ayının son cüməsi də deyirlər miqatdır da, bundan o tərəfəsi yoxdur. Yəni bir adam hazırlaşmayıbsa, fərqində olmayıbsa, Rəcəbi, Şabanı elə belə digər sıradan aylar kimi, günlər kimi keçirdirsə, fürsəti var, dayansın, düşünsün və o miqatda, növbəti mərhələdə səni nə gözləyir, onlara diqqət yetirsin. Keçmişinə diqqət yetirsin. Qarşıda gələn günlərin əzəmətini gözündə canlandırsın. Bu bizim sözümüzdür, danışırıq. İndi imam tövsiyə eləyir. İmam Rıza əleyhissalam çox məşhur hədisdir. Əba Səd, İmam Rıza əleyhissalamın səhabəsidir və çox vəfalı bir sahabədir. Son nəfəsinə qədər İmam Rıza əleyhissalamın yanında olub və İmam Rıza əleyhissalam elə onun qucağında, onun yanında şəhadətə çatır. Deyir, İmam Rıza əleyhissalamın yanına gəldim, Şaban ayının son cüməsi idi. İndi bu il ərzində fərq eləyər.
Şabanın bitməsinə 3 gündə qala bilər, 5 gündə qala bilər, 6 gündə qala bilər, fərq eləyər. Bir gündə qalmış ola bilər. Deyir, mən onun Həzrətin yanına daxil oldum, salam verdikdən sonra Həzrət sanki hiss eləyirdi ki, mən ondan nəsə soruşacağam, ya mənim nəsə narahatçılığım var və mənim qəmim var Şaban ayının sonu yaxınlaşdığına görə. Bu deyir ki, ya Əba Səd, İnnə Şaban qəd məza əksəruhu. Dedi, Əba Səd, bilirəm, Şaban ayının çoxsu gedib, çoxsu bitib. Və haza axiru cümətun fi. Bu onun sonuncu cüməsidir, sonuncu həftəsidir. Fətədarək fīmā bəqiyə min, təqsirəkə fīmā məzamin. Keçmişdə, bu ayın keçmiş günlərində etdiyin nöqsanları qalan günlərində dəyiş, əvəz elə, tədarük gör, hazırlıq gör. Keçmişində elədiyin nöqsanlara, səhlənkarlığa, diqqətsizliyə görə tədarük gör. Qalan günləri qənimət bil. Fətədarək, tədarük gör, yəni qənimət bil. Ciddi bax, ciddi yanaş. Ciddi bax, ciddi yanaş. Və əleykə bil iqbal əlamə yəni. Sənə qarşıda gələn, qarşıda səndən üz-üzə dayanan xeyrə hazırlıqlı ol. Ramazan ayı gəlir, Allahın mübarək, bərəkətli, əzəmətli ay gəlir. Və əleykə bil iqbal, onu qarşılamağa hazırlıqlı ol. Ona necə bir dəyərli şəxsiyyət, hörmət elədiyin bir şəxs, sənin üçün əzizdir, onun gəlişi evə səni şad eləyər. Onu gözləmiş kimi, onun üçün necə hazırlıqlı olarsan, onu qarşılamağa necə tədarüşlü olarsan, o cür tədarüşlü ol. Və əleykə bil iqbal əlamə yəni. Sənə xeyir gətirən işdə ona tərəf üz tut. Əksir, neyniyək? Sonra Həzrət bir neçə dənə göstəriş verir. Bu əksir minət dua. Duaları çox eləyin. Ramazana neçə gün qalır? İnşallah ki, Allahın izni ilə ayın 19-da təxmini hesablamalarla Ramazan ayı başlayır. Sayılı günlər qalır. Və əksir minət dua. Duanı çox eləyin. Duanı çoxaldın. Allaha yalvarın, Allahla danışın, Allaha çağırın. Dua Allaha çağırmaqdır, dəa Allaha çağırmaqdır. Yəni şərt deyil biz Allahdan nəsə istəyək. Elə dua Allahla danışmaq, Allahla razı niyaz eləmək, Allahın nemətlərinə görə Allaha şükür eləmək. Belə də o insan Allah ilə öz arasında. Müsəlmanlar ona görə xoşbəxtdir ki, vasitəsiz, bilavasitə Yaradanla danışa bilir. Başqa dinlərdə bu yoxdur. Başqa dinlərdə o qədər təhrif edib insanları azdırıblar. İnsanlara deyiblər ki, sən Allaha söz deyə bilməzsən. Biri böyük əmanətdir, biri kiçik əmanətdir. Siqli əkbər deyir ona Peyğəmbər. Siqli əkbər, yəni böyük, ağır, böyük. Nə diyor? Deyir Quran. İkinci əmanətçində ki, siqli əsğər, kiçik, ağır əmanət. Deyir, Əhl-i Beytin. Quran oxuyun. Quran ayı gəlir. O miqatda ki, dayanmışıq bu günləri, cümə günü, Şaban ayının son cüməsi. Biz Ramazanın bütün xüsusiyyətləri, bütün gözəlliyi, Ramazan saatları, dəqiqələri fəzilətdir. İnşallah Ramazan ayının girişində oxuyaraq o xütbəsin. Həzrəti Peyğəmbərimizin Ramazanın gəlişi ilə bağlı xütbəsi var. Nə qədər fəzilət sayıblar, 100-dən çox fəziləti var. Amma bir dənə bir şey həmişə düşündürsün bizi. Niyə Ramazan ayı fəzilətlidir? Ramazan ayı niyə əzəmətlidir? Niyə Ramazan ayında biz nəfəs alırıq, zikirdir, falan, bütün hər şey, yatmağımız ibadətdir, dualarımız qəbuldur, əməllərimiz qəbuldur, qeydsiz, şərtsiz. Başqa aylarda əməllərimizi o qədər laboratoriyadan keçirdirlər, ondan sonra qəbul edirlər də. Bunun riyası, falanı, besməkanı, bunun üçün xərclənən pulun mahiyyəti, ondan sonra deyir, hə, bu əməli qəbul eləyək yoxsa. Deyir, amma Ramazan ayında çox asandır bir adamın əməlinin qəbul olunması. Xülasə 100-dən çox fəziləti var bu ayın. Haza şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəhu ələş-şuhur. Niyə? Bu bir aydır ki, əzəmətli, kəramətli, şərafətli etmisən digər aylardan. Əlləzi ənzəltə fihil Qur'an. Ona görə ki, bu ayda Quran nazil edəmsən. İndi Quran bir ayda, bir gecədə nazil olur, gecəni mübarək eləyir.
Gecəni möhtəşəm eləyir, gecəni 1000 ilin ibadətindən üstün eləyir. Bir dənə Quranın bir gecə enməsi. İndi bu Quran bizim əlimizdədir. Nə qədər insafsızlıqdır ki, biz bu dəyəri, bu əzəməti, bu Quran bir gecə gəlib getməyib ki. Bu Quran gəlib. Gəldiyi gecə bu qədər möhtəşəmdirsə, gör evlərimizdə, əlimizdə olan Quranlar bizi nə qədər əzəmətli eləyə bilər. Nə qədər dəyərli eləyir. Nə qədər xoşbəxtlik ki, Quran var bizlə. Həmən Qurandır ki, Allah deyir, biz onu dağa indirsəydik, Allahın qorxusundan parça-parça olardı. Sən oxuyursan, heç təsir də eləmir sənə. Əzab ayələrini oxuyurlar, heç təsir eləmir sənə. Allah deyir, bir dənə ayəsini ləv ənzəlnə hazəl Quran əla cəbəlin lərəəytəhu xaşiən mütəsəddiyən min xəşyətillah. Onu parça-parça ovulmuş vəziyyətdə görərdin Allah qorxusundan. O tilavətül Quran, hazırlıq görsün insan. Ramazan ay gəlir, Quran ay gəlir. Mənim Quranla münasibətim nə həddədir? Nə həddədir? Oxuya bilirəm Allahın kitabını yoxsa yox, elə birinci mərhələ buradan başlayasın. Oxuya bilirəm, mən Quran oxuya bilirəm, yox. Niyə oxuya bilmirəm? Niyə mən müsəlman ola, niyə Quran oxumayım? Niyə öz kitabımı mən oxumayım? Nə səbəbə? Quranı oxu deyəcək. Quran qiyamət günü şəfaət eləyəcək. Məni oxumusan, məni əlivə almısan deyəcək. Nə deyəcəm? Etiraf eləyirik də, Quran bizim cəmiyyətdə çox məzlumdur. Yəni, biz Quranın qiyamət günündə şikayətinin altından qalxa bilməyəcəyik. Allah bizim üzümüzü dadımıza çatmasa vəziyyətimiz pis olacaq. Çox pis olacaq. Biz, hamımız, mən birinci, bütün ruhaniyyət, yəni Azərbaycanda Quranın sevilməsi üçün, Quranın yas məclisindən çıxıb, qəbirstanlıqda oxunmasından çıxıb, evlərdə bir maarifləndirici kitab vəziyyətinə düşməsi üçün heç bir şey eləməmişik. Heç bir şey eləməmişik. Müqəddəsdir, bitdi. And içməyə yerimizdir, bitdi. Amma Quran budur. Şəhid Mütəhərri, Allah rəhmət eləsin. Deyir, əgər bir nəfər Quranı savab qəsdi ilə oxusa, yenə Qurana zülm eləyib, haqsızlıq eləyib. Diqqət eləyin. Deyir ki, Quran savab qəsdi ilə oxumaq üçün gələn kitab deyil. Mən bu Quranı oxuyum, savabdır. İndi Ramazan gəlir, hamı düşür, məsələn, bu hay-həşirə ki, ölənlərim üçün bir dənə Quran oxutdurum. Bunu hamımız eləyirik. Amma əslində Qurana böyük bir zülm eləyirik. Biz hər ildə bu adət-ənənəni davam elətdiririk. Mən demirəm, ölüyə Quran oxumaq falan, bu öz yerində. Amma nə oldu, biz 11 ay susmuşuq, gəlmişik Ramazanda, biz Qurana müraciət edik, onu da özümüz üçün yox. Onu oxu, göndər atamsın. Quran Ramazanda ölü üçün tapşırılmaq üçün gəlməyib. Şəhid Mütəhərri deyib, bir nəfər Quranı savab qəsdi ilə oxumağa niyyət eləsə, desə ki, savab üçün oxuyuram, müstəhəbdir Quran oxumaq. Deyib, Qurana zülm eləyib, haqqını qəsb eləyib Quran. Quran həyat kitabıdır. Quran həyatdır. Quran sənin, necə deyim, həyatının ayrılmaz bir hissəsidir. Sənin həyat proqramındır. Sən danışmaq istəyirsən, baxırsan Qurana necə danışım. Hər bir işi. Ağa, görəsən, biz o cür rəftar eləyə bilirik, o qədər ünsiyyət qura bilirik Qurandan, yox. Buyurur və tilavətil Quran, Quran tilavətinə hazırlıqlı ol, dua elə, istiğfar elə və Quran oxu. Və tub iləllah min zunubikə, günahlarından Allaha tövbə elə. Liyuqbilə şəhrullah, bütün bunları eləsən, dua eləsən, istiğfar eləsən, Quran oxusun, tövbə eləsən, nə olacaq? İmam nəticəsini açıqlayır. Liyuqbilə şəhrullah iləykə və əntə muxlisun lillah. Ramazan ayı gələndə sən Allahın ixlaslı bəndəsi olacaqsan. Ramazan sənə yaraşacaq. Ramazan sənə təsir eləyəcək. Muxlisun lillah. Allah üçün ixlaslı olacaqsan. Allah üçün özü xalis eləmiş olacaqsan. Yəni, sən hazırsan, sən ləyaqət tapacaqsan bu Quranı qarşılamağa. Quranı biz bir gecə qarşılamırıq ki. Quran gəlir.
səmadan enir, Peyğəmbərin mübarək qəlbinə gəlir, ayə gəlir, tədricən gəlir. Amma bir dənə məsələ var. Bu Qur'anı Peyğəmbər qəbul eləyir. Bu Peyğəmbər qəbul eləyəndən sonra bunu kimə verir? İxlaslılara verir. Ona görə ki, özü hazır ki, səni o gecə Qur'anı təqdim eləyəndə layiq olasan onu almağa. Bir dənə bahalı bir qaş daşı uşağa verməzlər. Bahalı bir şeyi, məsələn, uşağın əlinə verməzlər. Versələr də, necə verərlər, məsələn, də ağlasa, istəsə, tutar özü də iki əlin yanından ki, birdən bıraxar yerə də. Bunun gücü yoxdur bunu saxlamağa. O misaldadır. Ondan 100 qat, 1000 qat, milyon qat əfsəl bir şey, dəyər baxımından Qur'an bizə veriləndə biz özümüzü uşaq kimi aparmayaq ki, bizə desinlər ki, yox, sən hara gəlmirsən bunu almağa? Özü gərək ixlas vəziyyətinə salasan, paçlayasan, təmizləyəsən. Boynunda bir haqq varsa onu ged əda elə, halallığa. Adətən biz bunu Qədr gecəsində deyirik ki, bu gecə yaxşı olar insan bağışlasın, əfv eləsin, boynunda olan haqları falanı nəzərə alsın. Amma yox, elə Şaban ayından bu şeylər düşünməlidir insan. Boynunda haqq olaraq Ramazana girməsin. Buyurur, heç bir əmanəti boynunda saxlama. Əgər vaxtı çatıbsa, onu sahibinə qaytar. Sözdürsə, əməldirsə, əşyadırsa, puldursa, hər nədirsə. Sonra buyurur, vəla fi qəlbikə hiqdətən əla müminin. Neyin ki, mən sənə əmanət edirəm, hətta qəlbündə belə bir nəfərə, bir möminə kim belə saxlama. Ramazan gəlir, sənin ürəyində bir dənə möminə kim var? Sən Allahla ixlaslı, xalis şəkildə görüşə bilməyəcəksən. Sən Ramazana xalis girə bilməyəcəksən. Bir zərrə qədər də olsa, kiməsə qarşı kim varsa ürəyində, illa nəzətə, onu aradan apar. Özünlə mübarizə apar, onu, o kini o şəxsə qarşı qəlbindən sil, təmizdə. Ondan barış. Yəni, kimdənsə küsülü halda, kimdənsə acıqlı halda özünə ziyan eləyəcəksən. O halda Ramazana gəlməzlər. O halda Allah qonaqlığına gəlməzlər. Heç adamın üzünə baxmazlar. Düzdür, biz bu səhnələri görmürük. Biz Ramazan gəlir, çıxır, amma bir gün ziyafətdir. Həzrət Peyğəmbərimiz buyurur ki, bir süfrə açılır Ramazanda ki, o süfrəni görsöz əgər, heç vaxt o göz o süfrəni görməyib. Nə də o süfrə barəsində kimsə sizə danışsa, o süfrənin əzəməti barəsində heç vaxt heç kəs sizə ilə söhbət deməyib. Və la aynun rəət və la uzunun səmiyyət. Hədis belədir. Nə göz görüb, nə qulaq eşidib onun vəsfində. Elə bir əzəmətli süfrə açılır. İndi biz də gəlirik o süfrəyə. O süfrədə peyğəmbərlər, salihlər, siddiqlər, şəhidlər, övliyalar, ariflər və ən başda da gəlir zamanı imamı əyləşir o süfrədə. O süfrəyə yaxınlaşıb oturmaq üçün gerək paşlanasan, təmizlənəsən, ixlaslı olasan. İxlaslı olasan, qarşılanasan. İxlaslı olasan, o süfrədən qidalanasan. Bunları eləmək mümkündür də. Bizə əl çatmaz şeyləri deməyiblər, əl çatanları deyiblər. Deyir ki, heç kəmsindən kin güdmə, heç kəsdən pislik istəmə. Və əksi, sonra buyurdu ki, və bu sözü çox deyin, Allah qismət eləsin. Yazın, tapın, bir yerdə var, internetdə yazsaz çıxar, bəlkə də paylaşılır, bilirsiniz. Allahümmə in ləm təkun qəd qəfərtə lənə fīmə məza min Şaban. Ərəbcədə deyən məsəzələ öz dilimizdə də desəz kifayət eləyər. Deyir, ilahi, əgər Şabanın bu gününə qədər məni bağışlamamısansa, qalan günlərində bağışla. Bura qədər bağışlada bilməmişəmsə özümü, fəxfir lənə fīmə bəqiyyəmin. Qalan günlərində bağışla. 5 gün qalıb, 6 gün qalıb, 4 gün qalıb, qalan günlərində bağışla. Çünki bağışlanmasan biz ziyan eləyəcək. Allah sənə heç nə olmayacaq. Biz ziyan eləyəcək ki, o cür əzəmətli süfrəyə, o cür əzəmətli ilahi ziyafətə dəvət alasan, üstün başın kirli halda girəsən, baxarlar sənə ki, ay oğul, sən hardaydın? Sənə 2 ayda demişdilər ki, bura gələcəksən.
Sənə 2 ayda demişdilər ki, biz süfrədə oturacaqsan. Sən niyə hazırlanmadın? Sən niyə bu günahla, bu həsədlə, bu kinlə, bu qeybətlə, bu riyakarlıqla? Bu nə üstü başdır, bu nə görkəmdir, bu nə qəlbdir? Çünki bu mənəviyyat ayıdır. Mənəviyyatların dirçəlişidir. Ramazanda maddiyyat heç nə yoxdur. Maddiyyat bir dənə iftardır, onun da içində mənəviyyat zənginliyi yatır. Əslində, orada maddiyyat bir şey yoxdur. Mənəviyyat ayıdır. Ona görə ruhumuza baxacaqlar. Ruhunu arındıran, paklayan xoşbəxt olacaq. Quran deyir, qəd əfləhə mən zəkkaha və qəd xabə mən dəssaha. Nicat tapacaq, xoşbəxt olacaq. O kəs ki, paklanacaq və qəd xabə mən dəssaha. Onu bulaşdıran, çirkabda saxlayan, nəfsini arındırmayan xabə mən dəssaha. Ziyan çəkəcək, peşman olacaq. Allah bizi peşman eləməsin inşallah. Allah qarşıda gələn mübarək ayın rəhmətini, məğfirətini bizlərə əta eləsin. Bismillahirrahmanirrahim. Vəl-əsr innəl insana ləfī xusr. İlləl-ləzīnə āmenū və amiluss-sālihāt və təvāsav bil-haqqi və təvāsav bis-sabr. Sadaqallahul aliyyul azim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve acil. Peygamber Zəhli Beytini pak, müqəddəs ruhlarına salavat istedi. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala Resulillahil amin. Seyyidina ve Mevlana ve tabibi kulubina ve şefi'i zunubina bil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve sellem. Ve ala aliyin amiril muminin aleyhisselam ve ala Fatimete Zehra seyyideti nisa'il alemin selamullahi aleyha ve alel Hasan vel Hüseyin ve ala Ali ibn Hüseyin ve Muhammed ibn Ali ve Cafer ibn Muhammed ve Musa ibn Cafer ve Ali ibn Musa ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve Hasan ibn Ali ve Hüccetil Muntazaril Mehdi Muhammed salavatullah ve selamuhu aleyhi ve cema'in. Allahümme eğfir lil mu'minine vel mu'minat vel muslimine vel muslimat el ehyai minhum vel envat usikum ve nefsi bi tekvallah. Sizi ve özümü Allah mütealın təqvasına, Allahın huzurunda təqvalı olmağa dəvət edirəm və tövsiyə edirəm. Allah bizləri gizlin və aşkar Allahdan qorxub təqvalı olan kəslərdən qərar versin inşallah. Dedik, Allah qonaqlığına gedirik. Qonaqlıq, qonaqpərvərlik barəsində dinimizin elə bizə göstərişlərinə baxsaq və müqayisə eləsək, bizi Ramazanda nə gözləyir, tapa bilirik. Din çox təkidlə bizim ictimai əlaqələrimizə belə bir tövsiyə edir ki, biz insanlar bir-biri ilə sıx təmasda olsunlar. Və bir-birinin evinə getsinlər, gəlsinlər, qonaq qismində, qonaq getsinlər və ev yesinə də təkid edir ki, qonağı əzizdə, fəl-yukrim zeyfəh, qonağı əzizdə, qonağa ehtiram göstər. Məzəmmət eləyir, qonağı əzizləməsə, qonağın özünün narahat hiss eləməsinə hər hansısa bir kiçik də olsa hərəkətə yol versə bir adam, o din onu məzəmmət eləyir ki, sən səhv etdin, bunu etməməliydin. Yəni, dində bu qədər qonaqpərvərliyə, qonağı əziz